Yasamal Midada bir otaqlı mənzil ilkin ödəniş 82 min manatdan satışa çıxarılır. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Mida yaşayış kompleksində. 9 mərtəbəli yeni inşa olunmuş binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 35 kvadrat olan bir otaqlı, əlavə mətbəxi olan bir mənzildir, təcili olaraq satışa çıxarılıbdır. Mənzil əşyaları ilə birlikdə satılır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus həddinin sonuncu dayanacağı demək olar ki, Mida yaşayış kompleksinin daxilindədir. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizdə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. Şərifzadə küçəsində yerləşən 3 aylı asan xidmətdən təxminən 500-600 metr arxada yeni salınmış Mida yaşayış kompleksində. İlk öncə Mida haqqında məlumat verim. Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və bununla bərabər 9, 10 və 7 B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Bu mənzillər Midada yerləşən 9 mərtəbəli yeni inşa olunmuş binanın 9-cu mərtəbəsindədir. Ümumi sahəsi 35 kvadrat, bir otaqlı, tam təmirli, isitmə sistemi kombi olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı, daimi liftləri işləş vəziyyətdədir. Mənzilin ilk ödədə bildirdiyim kimi ilkin ödənişi 82 min manatdır, aylıq ödənişi 145 manatdır. Mənzildə hal-hazırda kirayəçi var, 440 manat aylıq olaraq ödəniş ödəyir. Mənzilin nəqd şəkildə qiyməti 109 min manatdır. Real alıcı olarsa aşağı yerdə var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.